Ey əziz müəllimim, ilk müəllimim, dediklərin doğru imiş sətir-sətir. Nə olar, o günləri bircə anlıq geri gətir. Acılı şirinli xatirələrlə, niskillərlə dolu müəllimim. O vaxtdan neçə illər, aylar, neçə fəsillər keçdi. Ancaq yaddaşımda sanki dünənmiş kimi dərin izlər buraxdı. İlk məktəbə gəlişimiz, müəllimin bizi xoş qarşılaması, sonra ciddi görkəm alması bizi həm sevindirir, həm də qorxudurdu. Get-gedə onun bu ciddi görkəminin altında ipək kimi yumuşaq bir qəlbin gizləndiyini gördük. Tənəffüslərdə sinifin altına bir stul qoyub oturar, bir-bir hamımızın lentini açıb saçımızı darar, yenidən bağlardı. Xatirələrim çoxdur. 2-ci sinifdə oxuyurduq. Yeni ilə sayılı günlər qalmışdı. Bir gün böyük, çox böyük, başı tavana dəyən bir yolka budağı gətirmişdi. Bir qaba əkdik. Səhəri bir yeşik oyuncaq gətirdi. Birlikdə necə sevinclə o yolkanı bəzədik. Oyuncaq lampalar o qədər gözəl, rəngbərəng idilər ki, elə bil sehirli bir aləmdəydik. Düzdür, mən qarqız ola bilmədim. Ancaq o şənlik mənim yaddaşımda maraqlı, çox maraqlı, şirin bir xatirəyə çevrildi. Yəqin yoldaşlarımın da yadındadır. Şaxta baba qarqız kim idi? İlahi, o günlər necə də qayğısız və şən idik. Əziz müəlliməmiz, o əzəmətli duruşunuz, xeyirxahlığınız, qayğıkeşliyiniz sayəsində biz də xəyalən müəllim olmaq arzusu ilə qanadlanıb uçardıq. Ancaq heç vaxt ağlıma da gəlməzdi ki, sizin yolunuzu tək mən davam etdirəcəyim. Bu xoşbəxtliyimiz uzun sürmədi. İbtidaini qurtardıq. Ayrı-ayrı siniflər, başqa-başqa müəllimlər. Anasından ayrı düşmüş körpələr kimi ağlamağa hazırdıq. Müəlliməmizin təzə götürdüyü uşaqlarla yəni birincilərə həsədlə baxırdıq. Yaz gəlmişdi, aprel ayı idi. Məktəb həyətindəki yaşıllıq göz oxşayırdı. Həmişə yaşıl ağaclarının arası ilə bir cığır gedirdi. Biz o cığırı çox sevirdik. Çünki müəlliməmizin evi o cığırın qurtaracağında idi. Hərdən bizi də aparıb həyətindəki meyvələrə qonaq edərdi. Atam xatirələrinin birində danışardı ki, bir gün Məlikə müəllim də Nurda müəllimin yükləri ağır olduğu üçün onlara kömək etdim. Qaldıqları evə gəldik. Tez süfrə açdılar, məni də qonaq etdilər. Mən elə bildim ki, müəllim çörək yemir. Həyəcandan məni tər bastı. Oradan necə çıxdığımı bilmədim. Uşaqların yanına qaçdım. Gördüklərimi onlara danışdım. Bəziləri inanmadı. And içdim ki, gözlərimlə gördüm. Hələ mənə də verdilər. Atam bu hadisəni elə maraqlı, duzlu danışırdı ki, hər dəfəsində diqqətlə qulaq asardıq. Nə qədər bugünlə yaşasaq da, xatirələr yenə bizi reallıqdan alıb aparır. Günlərin bir günü səhər tezdən sinifdəydik. Birdən səs eşitdik. Kimsə ağlayırdı. Çölə çıxdıq. Müəllimlər həmin cığırla müəlliməmiz ilə tərəf qaçırdılar. Hamı çöldə idi. Təşvişlə bir-birimizə baxdıq. Nə baş verdiyini anlamağa çalışırdıq. Sən demə, müəlliməmiz həyatını bizlərə bağışlamış. Gözlərini əbədi olaraq yummuşdu. Biz sinifdən ayrılmağına dözə bilmədiyimiz halda əbədi ayrılıqla üz-üzə qalmışdıq. 1981-ci il aprelin 16-sı Boyat məktəbinin bütün müəllim və şagird kollektivi dəfn üçün səfərbər olmuşdu. Ağır bir sükutla irəliləyirdik. Bu səssizliyi hərdən birincilərin hıçqırığı pozurdu.
Biraz sonra cənazəni aparan kərvana qoşulduq. Hələ belə izdiham olmamışdı. Bütün kənd, uşaqlı, böyüklü, öz müəllimini son mənzilə yola salırdı. Bir daha onu görməyəcək, o həlim, yumşaq, təmkinli səsini eşitməyəcəkdik. Bir əfsanəyə çevriləcəkdi Məlikə müəllim. Onu bir daha görmək ümidi ilə mən də dəfnə gedən böyük uşaqlara qoşuldum. Ağdama getdik, Qaraca qəbirstanlığına. Ora sanki bir muzey idi. İndi o qəbirstanlıqdan əsər əlamət belə qalmayıb. Bu dəfn mərasimi 10 yaşlı bir qız üçün bir möcüzə idi. Bir onu bildim ki, 10 yaş daha böyüdüm. O vaxtdan illər keçib. Ancaq mən nə müəllimimi, nə də o dəfn mərasimini unuda bilmədim. Elə bil ilahi bir qüvvə məni ora aparmışdı ki, mən bura biraz da böyüyüm və məni gözləyən itkilərə hazır olum. Allah sənə rəhmət eləsin. Bizim xanım xatun, kübar, xeyirxah, ali cənab müəlliməmiz. Gedən cismindir, ruhun bizimlədir. Siz bizi görür və duyursunuz. Bugün müəllimlərin bayramıdır. Cənnətdəki beynəlxalq müəllimlər gününüz mübarək olsun. Ruhun şad olsun. Təsəllimiz bu oldu ki, məktəbimiz məlikəsiz qalmadı. Onun əvəniz Məlikə idarə edir və bu yolda ona uğurlar arzulayırıq. Onu da qeyd edim ki, bu məktəbin ilk direktoru Məlikə müəllimin həyat yoldaşı Oqtay müəllim olub. Qızları İradə və Nüşabə də bu məktəbin müəllimləri olublar. Bir faktı da nəzərinizə çatdırım ki, 1958-ci ildə təsis olunmuş qabaqcıl maarif xadimi, döş nişanını ilk dəfə rayonda alan maarif müdiri işləmiş Xəlilov, Oqtay Məmmədov və ilk alanlardan biri də Mircəlal Paşayev olub. Bu mənim özüm üçün də gözlənilməz oldu. Bunun üçün tarix müəllimi İradə müəllimə sonsuz təşəkkürlərimi bildirirəm. Və bu fürsətdən istifadə edib bütün rəhmətə gedən müəllimlərimizə, Oqtay müəllimə, İsrafil müəllimə, Yaqub müəllimə, Ənvər müəllimə, Xəlil müəllimə, Oqtay müəllimə, Ardaş müəllimə, Şəmail müəllim, Pakizə müəllim, Hacı müəllim, Kəftar müəllim, İsa müəllim, Buyat elinin ağsaqqalı, Şərqiyə müəllimə, Nurdə müəllimə, Sabalan müəllim, Valodiya müəllim, Bəbir müəllim, Fəqan müəllim, Əli müəllim, Şəmsid müəllim, Lazım müəllim, Yusif müəllim, Vaqif müəllim, Fəxrəddin müəllim, Zərifə müəllim, Şükufə müəllim, Nüşabə müəllim, Sovit müəllim, Bəxtiyar müəllim, Tamara müəllim, Bəsti müəllim və adını bilmədiyim yüzlərlə müəllimlərin ruhu qarşısında baş əyir, rəhmət diləyirik. Məkanınız cənnət olsun. Qoy ruhunuz həmişə bu məktəbin səmasında qanatlanaraq rahatlıq tapsın. Məhz belə savadlı müəllimlərin sayəsində Boyat məktəbi həyat məktəbinə çevrilib. Bir daha özümə borc bilirəm ki, hal-hazırda yaşayan sevimli müəllimlərim, Katya müəllim, Zenfira müəllimə, anamın rəfiqəsi, hər bizi görəndə kədəri sevincinə qarışan Nazilə müəllim, İradə müəllim, Cəmilə müəllim, İra müəllim, Təhminə müəllim, Saray müəllim, Nabat müəllim, Əbülfət müəllim, Əli müəllim, Şahmalı müəllim, Ceyran müəllim, Məryəm müəllim, Solmaz müəllim, Dilşad müəllim və Boyat məktəbinin bütün kollektivi. Allah sizləri qorusun. Sizə uzun ömür, can sağlığı, ruhun sağlığı, sevincli günlər arzulayıram. Əziz müəllimlərim, biz istəsək belə sizin borcunuzdan heç vaxt çıxa bilmərik. Haqqınızı halal edin.
bizi bağışlayın. Həyatda yüksəlib hakim olsaq da, yaşımız ötüşüb yaşad olsaq da, belimiz bükülüb heysiz qalsaq da, hörmətlə anılır müəllim adı. Bir sirli dünyadır müəllim adı. Elmlə müəllimin yoğrulub canı, zehni ilə isidər canlarda qanı, tutub əlimizdən yazdırar yazı, etdirib tələffüz oxudar adı, bir şərəfli addı müəllim adı. İbtida yaşında qayğımız oldu, gənclik çağlarında doğru yol oldu, yetkin dövrümüzdə sayğımız oldu, keçmişi andırır gələndə adı, nə gözəl anımdı müəllim adı. Biz heç vaxt bilmədik nə yeyər, içər, təəccüb edərdik, həm gülər deyər, doğma balası tək həm əzizləyər, hərdən də hirslənər, andırar adı. Şirin xatirədir müəllim adı. Ömürləri tozlu təbaşir kimi, könüllər bağda gülüstan kimi, şagirdləri sevir doğması kimi, səhnə lenti kimi görünən andı. Yadıma düşdükcə müəllim adı. Açan güllər solur gələndə zaman, yalan batıl olur qaçanda haqdan, yurda şahid olur keçərək candan, şərəfli, qeyrətli müqəddəs adı qoruyur qəlblərdə müəllim adı. Deyilməz hər kəs adı müəllimin, məxsusdur özünə şanı müəllimin. Düzlük, məslək, bilik varı müəllimin, Novruza bəllidir müdrik riyadı. Əl çatmaz, zirvədir müəllim adı. Şirin yuxulardan dönüp şıltaq keçib qıza, sevincilə yürürəm doğma məktəb yollarında. Bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik biz, deyəndə ki vaxt gələcək, bu günləri anacaqsın. Əziz müəllimim, dediklərin doğru imiş, sətir sətir. Nə olar sən o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, dediklərin doğru imiş, sətir sətir. Nə olar sən o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, saçınızı qoşa hörük hörmək üçün, uclarına beyaz lenti kəpənək tək vurmaq üçün. Siz çox şeydən keçəcək